Çin həqiqətən bütün dünyadan daha öndə, daha gələcəkdə yaşayır. Orada elə texnologiyalar tətbiq edilir ki, adamın sözün həqiqi mənasında ağzı açıq qalır. Təsəvvür edin ki, bəzi ölkələrdə 3G internet güclə tutur. Çində isə artıq 10G şəbəkəsi istifadəyə verilir. 10G sürəti ilə tam bir 4K keyfiyyətində filmi demək olar ki, göz qırpımında yükləmək mümkündür. 10G texnologiyasının tətbiqi istifadəçilərin evlərinə birbaşa 10.000 megabit saniyədə sürət təqdim edən ilk kommersiya geniş zolaqlı şəbəkə kimi qiymətləndirilir. Bu sürətlə adətən saatlarla vaxt aparan o 20 gigabaytlıq bir videonun yüklənməsi cəmi bir neçə saniyədə başa gəlir. Bu texnoloji sıçrayış xüsusilə bulud əsaslı oyunlar, cloud gaming, 8K yayım və real vaxtda işləyən süni intellekt alətləri üçün böyük əhəmiyyət daşıyır. Bu sahələrdə yüksək sürət və minimal gecikmə əsas rol oynayır. Müqayisə üçün qeyd edim ki, ABŞ-da ev internetin orta sürəti hələ də bir neçə yüz megabit saniyə səviyyəsindədir. Bu arada Çində bir çox istifadəçi daha aşağı qiymətə yüksək sürətli optik lif internetdən yararlanır. Orta hesabla Çində stabil internetin aylıq qiyməti təxminən $15 olduğu halda, ABŞ-da bu göstərici təxminən $75. Nəticədə bütöv şəhərlərin 10G şəbəkəsinə keçidi sadəcə texnoloji yenilənmə deyil, həm də strateji üstünlüyə çevrilir. Sürətli internet baza infrastrukturu çevrildikcə belə imkanlarda sahib olan ölkələr növbəti rəqəmsal zənginlik dalğasının harda formalaşacağını müəyyən edən tərəfə çevrilir. Bax belə izləyicilər, siz bu barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə yaza bilərsiniz. Maraqlı məlumatları qaçırmamaq üçün mütləq səhifəmə abunə olun. Ən əsası özünüzdən müğayət olun.